Deməli, bəzən sual verəndə ki, məsələn, niyə namaza başlamırsan və yaxud da niyə hicaba keçmirsən və yaxud da ki, niyə öz işini qurmursan, zahirən fərqli səslənəcək suallara çox vaxt eyni cavabı eşidirik ki, bəs hələ hazır deyiləm, motivasiya gözləyirəm. Burada əslində böyük bir yalan o motivasiyadır ki, motivasiya əslində bizim idarəmiz altında olmayan və alıcı bir şeydir. Amma faktiki bizi hədəfimizə çatdıracaq həmin o yanacaq elə disiplindir. Eyni zamanda müasir dövrdə biz bu həzz iqtisadiyyatı deyilən bir anlayış var da, istəyirik ki, hər şey bir kliklə və yaxud da ki, bir qısa bir zamanda əlimizdə olsun ki, bu böyük bir yalandır. Nəyəsə nail olmaq üçün mütləq o gündəlik, sıxıcı, bu kiçik detalları, işləri görmək çox önəmlidir. Deməli, disiplinin tərifini vermək istəsək, disiplin istəmədiyimiz halda belə bir işi görmək bacarığıdır. Burada sual olunur ki, bəs biz nəyə görə hər şeyi ertələyirik, hər şeyi gecikdiririk, emosiyalarla hər şeyi görmək istəyirik. Çünki yəni, Allah bizim beynimizi elə qurub ki, beynimiz həmişə rahat olan yolu seçməyə can atır. Amma İslam bizə disiplinli olmağı və nəfsimizlə mübarizə aparmağı təşviq edir. Bu müasir life coachların və yaxud da ki, bestseller olan kitablarda keçdiyi o vərdişlərin formalaşdırmağı prinsipi əslində Peyğəmbər s.ə.v-in hədisində qısa şəkildə keçir ki, Allah qatında sevimli olan əməllər az da olsa davamlı olan əməllərdir. Yəni burada o sehirli açar söz məhz o davamlı sözüdür ki, misal gətirək buna. Tutaq, bir var gündəlik 5 saat kitab oxuyub, sonra bir həftə işini etməmək və yaxud da ki, bir gün 5 saat kardio edib, sonra bir ay yatmaq. Bundansa təbii olaraq gündəlik 20 dəqiqə stabil mütaliə etmək və yaxud da ki, gündəlik yarım saat hərəkətdə olmaq daha faydalı ola bilir. Eyni zamanda elə günümüzdə olan bir uğur hekayələrinə, məsəl üçün Həbib Nurmagomedov və yaxud da ki, İslam Maxaçev, bunların yəni bir müsəlman bir kimliyi var. Bunlar da bəlli bir disiplində, rejimdə, hal-hazırda yəni dünya çempionlarıdır. Elə bunu misal gətirib həmin o birincidə sual verdi ki, niyə namaz qılmırsan? Həmin o insanlara da elə misal gətirmək istəyirəm ki, yəni kim ki hal-hazırda namaz qılmağa tərəddüd edir və yaxud da ki, səcdə etməyə özünü sığışdırmır, yəni düşünsünlər ki, həmin bu dünyanın ən güclü idmançıları gündə 5 dəfə alınlarını yerə qoyub səcdə edirlər və namaz qılırlar. Necə deyərlər ki, yəni bu gün bu intizamın, disiplinin acısını çəkmək, sabah peşmançılığın acısını çəkməkdən daha faydalıdır. Sonunda bir misal gətirmək istəyirəm. Bir ara sosial şəbəkələrdə belə bir riyazi formul yayılmışdı ki, 1 + 365 1-ə bərabərdir. Yəni, bir il ərzində hər gün yerimizdə sayırıqsa, ilin sonunda heç nə dəyişmir. Amma ki, hər gün davamlı şəkildə cəmisi 1% belə əlavə etsək, yəni 1,1 + 365, bu artıq ilin sonunda 37 qat artım deməkdir.